Yay mövsümünün başlaması ilə ilan sancması və ilan zəhərlənməsi hallarında artım müşahidə olunur. Xüsusilə isti havalarda insanların təbiət qoynunda daha çox vaxt keçirməsi bu cür hadisələrin baş vermə riskini artırır. Mütəxəssislərin sözlərinə görə ilanlar yalnız təhlükə hiss etdikdə özlərini qorumaq məqsədi ilə sancırlar. Bəs ilan sancması zamanı ilkin tibbi yardım necə göstərilməlidir? Toksikoloq Aynur Məmmədova açıqlamasında bildirib ki, ilan zəhərini çıxarmaq məqsədi ilə yaranı kəsmək, ağızla zəhəri sormaq kimi üsullar yanlışdır və təhlükəli nəticələrə səbəb ola bilər. İlan vuran yeri mütləq yumaq lazımdır, soyuq su ilə yumaq lazımdır. Onu çəkməkdir, üstünə palçıq qoymaqdır, sıxmaqdır, soğurmaqdır, belə şeylər qəti eləmək olmaz. Həmin yeri qəşəngcə təmiz yumaq lazımdır, paltar sabunla qəşəng yumaq lazımdır, spirtləmək lazımdır. Yəni əgər əllərin altında buz varsa buz qoymalıdır. Buz yoxdursa, əlbəttə ki, üstünə nazik, təmiz marlə ya bir tənzif qoyub onu mütləq xəstəxanaya çatdırmaq lazımdır. İlan sancması zamanı əsas müalicə üsullarından biri xüsusi zərdabın tətbiq edir. Bəs zərdab həkim məsləhəti olmadan tətbiq edilə bilərmi? Zərdab mütləq hamısına vurulmalıdır. Yəni ki, hər zərdab ağır bir iynədir, ağır bir inyeksiyadır. Həmin iynə vurmamışdan qabaq mütləq xəstədən soruşmaq lazımdır. Onun anafilaksiya allergiyası var, yoxsa yoxdur və mütləq hansı bir yanaşı xəstəlikləri var, yoxsa yoxdur və bütün bunları əldə etdikdən sonra, ilkin müayinədən sonra, laborator müayinələrdən sonra, yəni xəstənin vitallarına baxdıqdan sonra həkim qərar verir. Bəli, xəstəyə zərdab vurmaq lazımdır. Yəni zərdab vurmağı da vurduqda bunu biz bezirət üsulu ilə vururuq. Xəstəyə hər 15 dəqiqədən bir dəri altına 0,1, 0,3, 0,5 həmin zərdabdan vururuq və gözləyirik. Yerli qızartı varsa, xəstədə üşütmə olarsa, hər hansı bir allergik reaksiya olarsa, onda biz zərdab vurmanı dayandırırıq. Çünki ondan da ağır fəsad törədə bilər. Ekologiya üzrə mütəxəssislər isə vətəndaşlara təbiətdə olarkən ehtiyatlı davranmağı, qaranlıq və əlçatmaz yerləri əllə yoxlamamağı, həmçinin qapalı və uzun geyimlərdən istifadə etməyi tövsiyə edirlər. Havar Şəfiyeva, Fizzə İsmailova, Yeni Azərbaycan TV.